Yay fəslinin gəlişi ilə dondurma mövsümü də başlayıb. Yenavaz.com xəbər verir ki, isti havalarda sərinlədici dadı ilə seçilən dondurma həm uşaqların, həm də böyüklərin sevimli təamına çevrilir. Lakin zövq aldığımız bu şirin ləzzət bəzən sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Mütəxəssislər keyfiyyətsiz və düzgün saxlanılmayan dondurmaların qida zəhərlənmələri və həzm problemlərinə səbəb ola biləcəyini bildirirlər. Bəs təhlükədən necə qorunmalı? Etiketli və istehsal tarixi göstərilmiş məhsul seçin. Dondurma alarkən qablaşdırmada istehsal və son istifadə tarixinin qeyd olunmasına diqqət yetirin. Qablaşdırmasız nədələnmiş dondurmalardan uzaq durun. Sızma, cırıq və ya buz kristalları ilə örtülü qablar dondurmanın düzgün saxlanılmadığını göstərə bilər. Tanımadığınız şəxslərdən və açıq havada satılan məhsullardan çəkinin. Əsasən küçə satıcılarından alınan dondurmaların mənşəyi və saxlanma şəraiti naməlum olur. Buz kristalları varsa yeməyin. Dondurmanın üzərində və içərisində buz kristalları əmələ gəlibsə, bu məhsulun bir neçə dəfə əridilib yenidən dondurulduğunu göstərir. Dad və qoxuda dəyişikliyi varsa təhlükəlidir. Turş, acı və ya yad dad hiss olunursa, dondurma korlanmış ola bilər. Rəngi qeyri-təbii və ya bərabər olmayan dondurmalara şübhə ilə yanaşın. Bu saxta rəngləndirici maddələrin istifadə edildiyinə işarə ola bilər. Saxlama temperaturu 18 dərəcə və ya daha aşağı olmalıdır. Bu temperaturda dondurmanın keyfiyyəti və təhlükəsizliyi qorunur. Dondurma alınan kimi soyuducuya yerləşdirilməlidir. Çöldə uzun müddət qaldıqda dondurma əriyə və zəhərlənmə riski arta bilər. Açılmış qablaşdırmanı bir həftədən artıq saxlamayın. Əgər dondurma paketi açılıbsa, o qısa müddətdə yeyilməlidir.